Salam əziz izləyicilər və Fikirli kanalı takipçiləri. Bugün sizlərin qarşısında 2026-da AliExpress-dən necə sifariş vermək olar və qeydiyyatdan keçmək olar, bunun haqqında sizlərə məlumat verəcəm. Əslində bunun haqqında kanalımızda video var. AliExpress-dən necə qeydiyyatdan keçmək olar və birbaşa Azərbaycana bağlama gətirmək olar. Dostlar, bu videoda çox suallar gəlir və mənə şəxsidən də çox adam yazır. AliExpress-də qeydiyyat qaydası dəyişib və bunu necə yükləmək olar və necə qeydiyyatdan keçmək olar, birbaşa Azərbaycana necə çatdırmaq olar, bəyan prosesi necə olur? Bu videoda hamısını bir-bir öyrənəcəksiniz dostlar. Çox uzatmadan keçək telefonumuza və bu şəkildə AliExpress telefonunuza yükləyirsiniz. Təbii ki, mən əvvəlcədən yükləmişəm, videoda çox vaxt getməsin deyənə və proqramımızı açırıq. Qeyd edim ki, AliExpress ilk dəfə yükləndikdə rus dilində gəlir. Bildiyiniz kimi içərisində Azərbaycan dili yoxdur. İngilis dili, rus dili bu şəkildə var və indi mən sizlərə hamısını izah eləyəcəm. Bu şəkildə ekran gəlir və bildirimləri aktiv eləyib eləməməyə soruşur dostlar. Mən bildirimləri deaktiv eləyirəm. İstəsəz siz aktiv eləyə bilərsiniz. Hansı ki yeniliklər gəldikdə, təzə endirimlər gəldikdə telefona bildirim gəlir. Dostlar, AliExpress ilk açıldıqda regionu Rusiya ərazisi çıxır və əsas da problemi bu şəkildə yaşayırlar yüklədikdə. Və burada nə edirsiniz? Bu ekran gəldikdə buradan çıxış vermirsiniz. İlk öncə sizə onu deyim. Baxın, gördüyünüz kimi məndə ölkə Rusiya gəlir. Bunu birinci izmenit, yəni dəyişdir bölməsinə bir kərə klik edirik. Yəni ki, biz yaşadığımız ünvan və ölkəni dəyişdirmək lazımdır. Çünki Rusiya gəlir. Bu şəkildə daxil oluram və xəritənin açılmasını gözləyirəm. Məndə biraz internet zəifdir, ona görə biraz xəritə gec açılır. Sizdə ümid edirəm ki, daha tez açılar. Baxın, gördüyünüz kimi dostlar, baxın, mənim burada məlumatlarım var. Hansı ki, burada siz nə etməlisiniz? İlk öncə burada aşağıda klaviatura bölməsi var. Yəni adresi manual olaraq seç bölməsində bir kərə klik edirsiniz. Məqsədimiz burada baxın, gördüyünüz kimi avtomatik Azərbaycan seçili oldu və burada bizim məlumatlarımız seçili oldu. İstəsəz buradan da dəyişdirə bilərsiniz. Sadəcə biz burada regionu dəyişdirdik və daha sonra profilə giriş etdikdən sonra hamısını burada adres əlavə etməyə və çatdırma ünvanı əlavə etməyə hamısını bir-bir sizlərə göstərəcəm. Burada yəni saxlanıt eləyirsiniz. Heç bir şey eləmirsiniz dostlar. Azərbaycan avtomatik seçili oldu. Yəni artıq bizim AliExpress regionumuz Azərbaycan olmuş oldu. Rusiya bölməsindən çıxdıq. İndi ödəniş məzənnəsini dəyişdirməyə göstərəcəm. Daha sonra dostlar profil bölməsinə gəlirik. Profil bölməsinə gəldikdə burada istəsəz dili də dəyişdirə bilərsiniz. Mən buradan ilk öncə dili dəyişdirmək istəyirəm. Və yaxud da istəsəz rus dilindən istifadə edə bilərsiniz. İngilis dili seçirəm mən. Daha rahat olduğu üçün, yəni mənə o şəkildə rahat gəlir. Və daha sonra sign in deyib öz profilimizə girib burada istəsəz öz email adresini yazıb profildə yarada bilərsiniz və yaxud da istəsəz hansısa sosial şəbəkədən siz profilinizə daxil ola bilərsiniz. Mən burada Google-u seçirəm. Ən çox da bu səhv edilir. Telefona girdikdə birbaşa o çıxış verdikdə dostlar Rusiya ərazisində qalır. O da ki problemdir. Sonradan dəyişdirmək çətin olur. Gərək proqramı hər dəfə silib yükləsən. Əslində profildən dəyişdirmək olur. Sadəcə burada daha əziyyətli olması ilə başdan onun regionunu dəyişdirdikdə sizə rahat olur. Dostlar, bu şəkildə mən profilimə girdikdə məndən adres soruşur. İstəsəz bu şəkildə buradan adres də əlavə edə bilərsiniz. Amma mən buradan göstərməyəcəm. Çıxış verib sizə ana səhifədən hardan eləmək lazımdır, onu sizlərə göstərəcəm. Mənim burada profilim var. Avtomatik burada hazır giriş eləyəcək sizə də profilinizə. Deməli dostlar, baxın, burada belə bir menü gəlir. Burada nə edirsiniz? Burada ana səhifədə daxil olduqdan sonra burada profil bölməsinə girirsiniz, account bölməsinə girirsiniz. Account bölməsinə girdikdə burada setting date bölməsi var. Ödənişlərin məzənnəsini dəyişdirə bilərsiniz və yaxud da adres də əlavə edə. İlk öncə bizə delivery adres, yəni çatdırılma adresi lazımdır. Əsas budur. Bunu etməliyik ki, bizim yəni ünvanımıza çatdırsın. Mən burada avtomatik bir dənə özümə adres seçmişəm. Burada sizdə yoxsa add new adres bölməsinə bir kərə klik edirsiniz. Əgər sizdə də bu şəkildə bölmə çıxmasa, manual burada enter manual seçənəyini seçirsiniz dostlar. Burada sizə belə bir bölmə avtomatik Azərbaycan olacaq. Baxın, gördüyünüz kimi. Azərbaycan seçənəyi seçdikdə burada region bölməsinə hansı şəhərdə yaşayırsınızsa, burada gördüyünüz kimi Bakı, Göyçay kimi burada bizim fərqli-fərqli rayonlarımız var. Harda yaşayırsınızsa onu seçirsiniz. Misal üçün atıram ki, mən öz yaşayış yerimi seçim. Buradan bu şəkildə axtarış edirəm.
City bölməsinə də ki, yaşadığınız şəhəri seçirsiniz. Seçdim. Street bölməsi istəsəz küçəni yaza bilərsiniz. Bu şəkildə mən test üçün yazıram. Burada ev ünvanınızı. Zip kod bölməsi də bu çox önəmlidir. Çünki zip kodu sizin post bildiyiniz kimi AliExpress-dən sifarişlər post adresinə gəlir. Hansı ünvanda yaşayırsınızsa, Bakıda və yaxud da hansısa bir yerdə hərənin dostlar postunun öz ünvanı var. Məndə bu şəkildədir. Bunu da öyrənmək üçün yaxınlaşıb postunuzdan da öyrənə bilərsiniz və yaxud da Google-dan yazıb öyrənə bilərsiniz həmin post adresini. Burada fikir verin, hərfləri daha böyüklə yazmaq lazımdır. Bu şəkildə yazırsınız və save edirsiniz. Başqa da heç bir şey eləmirsiniz. Artıq adresimiz bizim əlavə olunur. Yəni mən burada əlavə olaraq əlavə etdim və yaxud da sizdə varsa ehtiyac yoxdur. Sizdə yoxdursa burada bu şəkildə birinci seçenek olacaq. Mən bunu siləcəm. Buradan öz adresim var deyə ehtiyac yoxdur. İndi isə bunun ödənişlərini necə Azərbaycan manatı kimi eləmək olar? Onu göstərim. Dostlar, burada gördüyünüz kimi Rus rublu olaraq kimi məndə seçildi. Bunu siz bir kərə üzərinə klik eləyirsiniz. Klik etdikdən sonra burada gördüyünüz kimi fərqli ölkələrin burada ödəniş sistemləri var. Mən burada Azərbaycan manatını seçirəm. Azərbaycan manatını seçdikdən sonra burada add passport, add your passport, get next order faster. Bu pasport nəyə görə istəyir bilmirəm açıqcası. İstəsəz pasport nömrənizi əlavə edə bilərsiniz, amma ehtiyac yoxdur buna məncə. Çünki burada adresimizi əlavə etdik, başqa heç bir şey əlavə eləmirik. Sifariş də vermək üçün baxın, gördüyünüz kimi avtomatik burada məhsulların ödənişləri Azərbaycan manatı kimi göstərir. Burada misal üçün hər hansısa bir məhsulu almaq üçün tutaq ki, burada buna girirsiniz. Bunun nə qədər qiyməti var? 4 manat 32 qəpik. Dostlar, burada məhsulu aldıqda çatdırılmanı mütləq şəkildə fikir verin. Burada dostlar gördüyünüz kimi free yazıb, yəni çatdırılma ödənişsizdir. Bəzi məhsullara isə çatdırılma ödənişi alır AliExpress. Onun üçün bunlara fikir vermək lazımdır. Misal üçün burada nə qədərdir? Order from 1.70 Bunu da ödəniş eləyib almaq üçün burada buy now da eləyə bilərsiniz, add to cart da eləyə bilərsiniz. Buy now dedikdə baxaq görün məhsul bizə neçəyə gəlib çıxır. Aha, burada yazıb ki 6-11 fevral arası təxmini çatdırılmadır. Təxmini hardasa səhvləmirəmsə 10 gündən 1 aya qədər dəyişilir bunun çatdırılması. Bu şəkildə burada da ki new cart bölməsinə siz bir şəkildə klik edib kart əlavə edirsiniz. Burada Pay Now gördüyünüz kimi Pay Now-a bir kez sıxdıqda sizdən çox güman ki kart məlumatları istəyəcək. Kart məlumatları da ki burada dostlar kart nömrənizi, kartın üzərindəki nömrəsini və tarixini və 3 rəqəmli kodunu yazıb Pay Now edikdə kartınızdan sizdən ödəniş çıxacaq. Dostlar, qeyd edeyim ki 4 manatlıq, 10 manatlıq, hardasa belə deyim, kiçik məbləğlərdə gömrüyə bəyan etməyə ehtiyac olmur. Birbaşa gəlir postdan gəlib götürürsünüz. Əgər yüksək məbləğdə nəsə alsaz, misal üçün 100 manatlıq, 150 manatlıq, nə bilim 200 manatlıq məhsul aldıqda bunu mütləq şəkildə tövsiyə edirəm ki, gömrükdən bəyan eləyəsiniz. Onu da eləmək üçün Smart Customs köçürürsünüz telefonunuza. Rahat bir şəkildə onsuz da sizə mesaj gəlir, bəyan etmək lazım olduqda, amma mütləq şəkildə böyük məbləğdə nəsə alsaz etmək lazımdır. Yəni burada tutaq ki, bunun 2 manat qiyməti var, 1.90. 18-20 manatlıq məhsullar da məncə bəyana ehtiyac olmaz. Sadəcə 140-120, baxın belə böyük məbləğdə nəsə alsaz, onları bəyan etmək lazımdır. Bu şəkildə dostlar, qeydiyyatı bu şəkildədir. Burada qarışıq məsələ yoxdur əslində. Yəni video nəsə qarışıq gəlsə, baxın, sadə bir şəkildə akkaunt bölməsinə daxil olursunuz. Əsas məsələ burada setting bölməsinə daxil olursunuz dostlar. Ən əsası bu delivery adres bölməsi. Delivery adresdəki öz adresinizi əlavə edirsiniz. Burada biraz qarışıq gələ bilər. Sadəcə mən əlavə etmişəm deyə məndən təzədən Rusiya ərazisi göstərdi. Sizdə göstərməyəcək. Add new adres deyib buradan adresini seçirsiniz. Ola bilər ki, burada dostlar gördüyünüz kimi Moskva seçeneği gəlir. Baxın, manual adres seçdikdə burada avtomatik Rusiya seçeneği gəlir. Yenə də burada panikaya düşməyin. Burada gəlirsiniz xəritənin üstünə.
Xəritənin üstünə gəldikdə burada deməli adres bölməsinə yenidən klik edirsiniz və burada Baku və yaxud da nə bilim hansı şəhərdə yazırsa onu yazırsınız. İngilis dilində baxın. Mən Baku yazdıqda avtomatik burada City Baku çıxır. Continue dedikdə bu region dəyişmiş olur. Yəni sadə bir şeydir. Dəyişdikdə də indi mən Bakı yazdıqda belə çıxır. Error verir, amma sizdə başqa şəhər yazsaz verməyəcək. Bax, continue dedikdə baxın gördüyünüz kimi manual seçdik. Manual seçdikdə baxın avtomatik olaraq Azərbaycan çıxır. Yəni siz artıq xəritədə hansı şəhəri seçirsinizsə o çıxır. İndi başqa yerdə, başqa ölkədə yaşayırsınızsa onu seçirsiniz. Burada da save eləyirsiniz. Başqa bir çətin bir şey yoxdur. Bu şəkildə dostlar seçdikdən sonra da qaldı sifariş. Sifarişlər də ki, yəni sifariş verdikdən sonra hardan baxmaq olar sifarişlərə çatdırılmana. Burada mən sizə göstərim. Burada in kart bölməsi, burada ana səhifəyə çıxaq. Baxın burada orders bölməsi var. Hansı ki siz buradan məhsulunuz hardadısa ona baxa bilərsiniz. Mən burada hazırda sifariş verməmişəm. Burada aktiv bölməsində məhsulunuz yoldadır və yaxud da hardandır, Çindən çıxıbmı və yaxud da hardadısa hamısını bir-bir izləyə bilərsiniz. Maraqlı məhsullar var burada. Baxıb buradan alış-veriş eləyə bilərsiniz dostlar. Bu şəkildə ümid edirəm ki, videomuz sizlərə faydalı oldu dostlar. Videolarımızı bəyənirsinizsə xahiş edirəm kanalımıza abunə olun və bizə dəstək olun ki, dostlar, həqiqətən ödənişsiz şəkildə biz sizlərə bu videolara hazırlayırıq. Yəni əlimizdən gəldiyinizlə sizlərə dəstək olmağa çalışırıq dostlar. Təqdim etdiyi Fikirli kanalı.